təzəcə özünə gəlməyə başlayan Liverpool City-dən amansız bir zərbə aldı. Komanda dirçəlir, yoxsa bu sadəcə olaraq təsadüf idi? Siz kanalımıza abunə olun. Biz isə Liverpoolun City ilə oyunda məğlubiyyətin səbəblərini başa düşməyə çalışaq. Biz əlbəttə ki, Liverpooldan Real Madrid ilə maçdan öncə danışmışıq. Həmin videoyu siz buradan keçid edib baxa bilərsiniz. Orada əsasən Liverpoolun problemlərindən danışılırdı. Lakin o vaxtdan bu yana Liverpool 3 oyun keçirdi. Bir tərəfdən Aston Villanı 2-0 hesabı ilə məğlub etdi. Digər tərəfdən yalnız hesaba görə Real Madridi 1-0 məğlub etdi. Futbol dilində danışsaq, Liverpool həmin oyunu Real Madrid üzərində 2.5-0 hesabı ilə udmalı idi. Çünki bütün oyun komponentlərində Madrid nəhəngini Liverpool üstələdi və bundan sonra Liverpool azarkeşləri düşünməyə başladılar ki, artıq krizis arxada qalır, slot komandanı düzəltməyə başlayır və burada da City-dən çox böyük bir sillə aldılar. Gəlin indi başa düşməyə çalışaq ki, bunun səbəbi nə idi? Yəni, yenə də təkrar edim ki, mən həmin videoda dediyim o Kerkezin sol cinahdan müdafiəyə qoşulması, müdafiədə oturanda onun komanda yaratdığı problem, Muhammed Salahla bağlı olan məqamları təkrar etməyəcəm. Bu dəfə Pep Guardiola 2 maraqlı metoddan istifadə etdi. Birinci metod əlbəttə ki, ondan ibarət idi ki, baxın, 2 screenshotu bölüşək. Əlbəttə ki, ilk öncə gəlin belə bir şey başa düşək ki, Liverpoolun paslarının, müdafiə mərkəzindən gələn paslardan söhbət gedir. Van Dijk'la Konate'nin arasında bölsək, haradasa pasların 3/2-si Van Dijk'dan gəlir, Konate'dən isə pasların cəmi 3/1-i gəlir. Bunun da əsas səbəbi ondan ibarətdir ki, ani təzyiq altında qərarları Virgil van Dijk daha sürətlə verir. Yəni, hətta Jürgen Klopp bununla bağlı bir nümunə gətirmişdi ki, Van Dijk'in beyni həddindən artıq sürətlə işləyir. Çox gözəl şəkildə 10 nömrə, 9 nömrə də ola bilərdi. Yəni, ani qərar qəbul etməkdə Van Dijk'la müqayisə oluna bilən oyuncular top səviyyədə çox azdır. Amma Konate'də vəziyyət bir qədər fərqlidir. Konate'nin də çox yaxşı ayağı var. Amma bununla belə təzyiq altında, xüsusilə bu mövsümdə Konate həddindən artıq çox səhvlər buraxır. Baxın, bu screenshota qayıdaq və mən nəyi göstərmək istəyirəm sizə? Burada Pep Guardiolanın bir niyyəti var idi ki, Liverpoolun daha elitar pas ayağına sahib olan Van Dijk'in qabağını bloklasın. Ona görə də Van Dijk'la pressingi birə-bir, yəni personal pressingi, man markingi Erling Haaland edirdi. Bu isə Van Dijk'in risk elementlərini, risk gedişlərinin sayını azaldırdı. Nəticədə Van Dijk'in pas sayı məntiqlə azalmalı idi və biz oyunun indiki statistikasında görəcəyik ki, Konate'yə nisbətən Van Dijk xeyli az pas atdı həmin oyunda. Digər tərəfdən isə Manchester City'nin yarımdafiəçilərindən biri Liverpoolun dayaq yarımdafiəçisini öz üzərinə götürür və nəticədə boşda qalan bir futbolçu buraxırlar. O da Konate'dir. Və baxın, çox maraqlı, o biri screenshotda da biz bunu görürük ki, çox maraqlı bir gediş nədən ibarətdir, hiləgər gediş. Konate meydanın mərkəzindədir, yəni müdafiə mərkəzindədir və Konate'yə topu qəbul etməyə imkan verirlər. Topu qəbul edəndən sonra, baxın, bir qədər aralıda Foden təzyiqə qoşulur. Bunun da əsas səbəblərindən biri ondan ibarətdir ki, Konate'yə Liverpool pas kanalı kimi baxa bilsin. O pas alandan sonra panikada topu hara gəldi atsın. Nəticədə belə bir statistikasını bölüşmək istəyirəm. Bayaq dediyimiz tezisi dəstəkləmək üçün. Bu maçda Konate'nin 75, Virgil van Dijk'in isə cəmi 47 pas oldu. Lakin bundan əvvəlki Aston Villa ilə maçda Konate'nin 49, Van Dijk'in 82. Bunların arasında olan Real Madrid ilə isə maçda Van Dijk'in 85, Konate'nin isə 55 pası var idi. Yəni, həmin o nisbət daima özünü gözləyir ki, 3/2 paslar Van Dijk'dan gəlir, 3/1 Konate'dən gəlir. Burada çox da hiləgər olmayan, amma çox müdrik bir metodla Pep Guardiola Liverpoolun zəif bəndini topla təmin etdi ki, ondan sonra Foden onun üzərinə təzyiq etsin və Liverpoolun arxa xəttində problem yaransın. Kanada da topu hara gəldi vursun və bu ideya özünü tutdu. Digər tərəfdən Liverpoolun pressingi var. Əlbəttə ki, Liverpoolun pressingi heç yerə getməyib. Aston Villa üzərində qələbənin əsas səbəblərindən biri ondan ibarətdir ki, Arne Slot oyunlardan sonra da, xüsusilə Manchester United oyundan sonra bunun haqqında uzun-uzadı monoloqa keçdi ki, bizim problemimiz ondan ibarətdir ki, rəqib bizimlə uzun topla oynayanda bizim pressingimizin birinci və bəzən hətta ikinci xətti boşa getmiş olur. Ona görə də bizə lazımdır ki, rəqib öz qapısından qısa paslarla çıxmağa meyilli olan komanda olsun. Aston Villa ideal şəkildə Liverpoolun, xüsusilə də Arne Slotun bu arzusunu yerinə yetirdi. Baxın, bu epizodda müdafiədə səhv. Qısa pas Liverpoolun təzyiq məngənəsinə düşür və az qala qola gətirir. Düzdür, burada zərbə uğursuzluq Szoboszlay tərəfindən. Lakin ikinci epizodda daha bəsit epizod bir tərəfdə, amma yenə də Liverpool intensiv pressing edir və burada Emiliano Martinez Muhammed Salaha qol hədiyyəsi edir. Digər tərəfdən Liverpoolun məğlub edilmiş komandalardan biri olan Manchester United-də isə Lammens və ya Manchester United müdafiəçiləri topu həmən
yuxarı vururlar. Baxın bu epizoda gördüyümüz kimi Lammens qısa oynamaqdan imtina edərək uzun topla Liverpoolun bir növ iki pressing xəttini qırmış olur. Nəticədə top Mbeumo'ya gəlir və Liverpoolun qapısına vurulan birinci qolun bir növ inşası orada qoyulur. Digər tərəfdən baxın, burada Bruno Fernandes'in dirəyə vurduğu epizodda da Manchester United'in müdafiəçiləri topu alırlar. Hardaysa özlərinin meydana aid olan 1/3-dədirlər. Oradan normalda Amorimin fəlsəfəsi ondan ibarət qısa pasla çıxasınız, amma Manchester United burada uzun pasla çıxaraq çox real qol vəziyyəti yaratmış olur. Real Madrid-də isə oyunda və bu əlbəttə ki bizim ayrıca real videomuzun müzakirə mövzusu olacaq. Xabi Alonso bu metodların heç birindən istifadə etmədi. Real Madrid-də Liverpool intensiv pressing edirdi, top bitirən kimi orta bloka otururdu və Real Madrid bu ssenariləri sınayacaq heç bir şey etmədi və dediyim kimi sadəcə olaraq mən Real Madrid mövzusuna girmək istəmirəm. Ayrıca videomuzda biz onu izah edəcəyik. İndi isə Liverpoola qayıdaraq City ilə maçda nə baş verdi? Əlbəttə ki, City Manchester United deyil. Yəni Pep Guardiola'nın oyun fəlsəfəsində əlbəttə ki, daima qısa paslarla çıxmaq var. Lakin baxın bu screenshotda burada gördüyümüz kimi Pep Guardiola'nın gedişlərindən biri nədir? Əslində çox müdrik və çox bəsit bir gedişdir, amma yenə də dahilik sadəlikdədir. Əgər City-ni belə görsək, Liverpoolun orta sahə oyunçularını say azlığında tutmaq üçün City-nin wingerləri müvəqqəti olaraq pressingin birinci mərhələsində inverted wingers, yəni ortaya qısılmış, ortaya çəkilmiş wingerlərə çevrilirlər və nəticədə baxın bu screenshotda da gördüyümüz kimi Liverpoolun orta sahəsi City tərəfindən say azlığında yaxalanırdı və bəs yerə deyil ki, Liverpoolun bütün problemləri bir yana, komandanın 44 oyunluq Premier Liqada hər oyun qol vurma seriyası layiqli şəkildə burada qırıldı. Liverpool azarkeşlər soruşa bilərlər ki, bu problemi necə həll etmək olar? Əlbəttə ki, problemin həlli iki tərəfli olacaq. Bir tərəfdən əlbəttə ki, Muhammed Salahın Afcona gedişi yanvar ayında. Digər tərəfdən daha bir maraqlı məqam Conor Bradley idi. Conor Bradley Vinicius'u diri-diri yedi. Vinicius'la baş-başa qaldığı 8 epizodun hamısını o üstələdi Vinicius. Yəni Vinicius 8 cəhdin heç birində Bradley-ni keçə bilmədi, amma bu maçda Doku Bradley-ni sürüdü. Sual verilə bilər ki, yaxı Vinicius'la Doku arasında fərq belə baxdıqda Vinicius daha yaxşı oyunçudur. Amma burada əsas məqsəd City-nin sol cinah müdafiəsidir. Çünki Carreras Real Madriddə o qədər də aktiv şəkildə hücuma qoşulmurdusa, burada hücuma meyilli əslində sol cinah müdafiəçisi, hansı ki sol cinah yarım müdafiəçisi də oynaya bilər. O'Reilly sol cinah müdafiəçisi funksiyasını yerinə yetirirdi. O'Reilly'nin də əslində hücuma meyilli sol cinah müdafiəçisi olmağının səbəbi nədən ibarətdir? Əlbəttə ki, Salahın formada olmaması, yəni Salahın formasızlığı o qədər gözə girir ki, bunu açıq şəkildə istər Chelsea-dən Cucurella, Manchester United və eyni zamanda City-də Pep Guardiola belə hücuma meyilli əslində profilli, heç sol cinah müdafiəçisi olmayan bir futbolçunu ora qoymaqla həll etdi. Nəticədə 2-1 və ya 2-2-lər dəfələrlə tutmağa başladılar və əlbəttə ki, Bradley özünə çox narahat bir oyun ssenarisində iflasa uğradı. Bu da gözlənilən idi. Və ona görə də belə bir klişe deyim var ki, futbol kollektiv oyundur. Yəni bir elementin axsaması bütün sistemin iflasına gətirib çıxarır. Liverpoolun əlbəttə ki, probleminin həlli yenə də tezi təkrarlayaq ki, PSG ssenarisi mümkündür. Amma çox güman ki, ötən mövsümki Manchester City ssenarisi Liverpoolu gözləyir. PSG ssenarisinin mümkün olması ehtimalı iki element üst-üstə gələrsə baş verə bilər. Bunlardan birincisi əlbəttə ki, bir mənalı şəkildə Muhammed Salahın Afcona getməyidir və orada istənilən Liverpool azarkeşi Misir millisinə çox böyük uğurlar arzulanmalıdır ki, komanda finala qədər getsin ki, Muhammed Salah bir ayı tam şəkildə komanda olmasın. Digər tərəfsə mütləq olaraq komandaya mərkəz müdafiəçisi lazımdır. Çünki mərkəz müdafiəçisi gələrsə Liverpool 3-5-2-yə də keçə bilər. Çünki bu dəqiqə Liverpoolun üçlü müdafiəyə keçmək ehtimalı əlbəttə ki, sıfırdır. Onun səbəblərindən biri ondan ibarətdir ki, üçüncü müdafiəçi yoxdur, hətta ikinci müdafiəçi normal yoxdur. Və ya əgər Kanateyə rəqabət yaranarsa, misal üçün şərt olaraq Gey tərəfindən Liverpool əgər bu problemi həll etsə və idealda sol cinah müdafiəçi problemini də həll edərsə, çünki biz artıq dəfələrlə demişik ki, Kerkes niyə görə bu sistemin oyunçusu deyil, Kerkesin böyüklüyü hücuma meyilli olan planındadır, Cucurella kimi. Digər tərəfdən isə Andrew Robertson həmin əvvəlki o burst, yəni partlayış sürətinə malik deyil ki, Liverpoola bütün mövsüm boyu, hətta bütün oyun boyu intensivliyi versin. Biz bunu Chelsea ilə maçda oyuna sonradan girib Estoğa'ya gedən qol pasında adamın necə belə bir növ Virgil van Dijk pozasında dincəldiyindən görmüşdük. Ona görə də hardasa çempionatın 1/3-nin artıq geridə qaldığını nəzərə alaraq Liverpool azarkeşləri sizcə komanda top 4-lüyə girməkdə çətinlik çəkəcəkmi bu mövsüm? Fikirlərinizi şərhlərdə bildirməyi unutmayın. Videomuzu bəyəndinizsə like edin və əlbəttə ki, kanalımıza abunə olun ki, belə videolar buraxmayasınız.